Selamlar. Bugün bir güzel isti Bakı günündən sizlə birlikdə qadınlar konkret olaraq nə eləməlidir və sual qutumdakı çoxlu suallar, o hər qutuya yazdığınız bəzən çatdıra bilmirəm Instagramda. Bugün detallı bir söhbət eləyəcəyik. Öncəliklə bir bilgi verim. Əgər gözləntilərin, əgər qurban rolun, əgər hələ də ipi kiməsə verin, mənim həyatımı dəyişdirsin varsa videodan çıx. Deyilsə, kağız qələmini götür, masa başına keç, biz başlayırıq. Düşünürəm ki, artıq hər şey qaydasındadır və mənim qəhvəm var. Birlikdə bir neçə mərhələli faktiki qadın inkişaf bölümünü danışacağıq. Öncəliklə qəbullanmalıyıq ki, hər nə qədər biz desək də ki, bu period individualdır və ya hər nə qədər desək də ki, biz bu hamıda işləyir, hər biri fərqli mərhələlərə görə dəyişir. Biraz qarışıq cümlədir, indi hamısı izah edəcəm. Bəzən olur, mənə deyirlər ki, filan texnikanı bəhmənkəs elədi, amma məndə alınmadı. Problem texnikada deyildir. Bax, problemli texnikaları var, amma müzakirə mövzumuz bugün bu deyil. Bəzən bir şey başqasında alınır, səndə alınmır, çünki sən o mərhələdə deyilsən. Məni tanıyanlar bilir, mən həmişə misallarımın çoxluğunu insan bədəni üzərindən verirəm, çünki məncə bir insan ən çox bədənini bilir. Və belə baxaq, 60 kilo, əzələ kütləsi zəif, amma piyli bir adam götürək. Hətta gəlin bu xanım olsun, çünki onun menstrual döngüsü filan söz konusu olsun, biraz daha spesifikləşsin proses. Və 85 kilo və əzələ kütləsi çox, yağı az bir xanım götürək və onların hər ikisi eyni qidalanır, eyni məşq eləyir. Onlar çox qarışıq nəticələr alacaqlar. Niyə? Çünki ürəyim sıxıldı. Niyə? Çünki bu əzələ kütləsi zəif olan xanım daha çox diqqət eləməlidir protein ağırlıqlı qidalanmağa, protein qəbulundan demirəm, qidalanmağa və daha çox əzələ məşqi eləməyə. Digər yağ odaqlı olan xanımda isə biz əlavə eləməliyik ona kardio və o daha çox məqsəd axı ilk olaraq onun yağını azaltmaqda, artıq əzələsi okeydir. O bir müddət kat rejimdə qidalanacaq, yəni daha az yağlı qidalanacaq və kaloriya diqqət eləyəcək, okey. İndi bir dənə də xanım götürək, o hər şeyə diqqət eləyir, amma kökəlir. Çünki onun menstrual döngüsündə ola bilər PCOS var, ola bilər hansısa bir virusa yoluxub və s. Artıq o ilk başlamalıdır ginekoloji müalicədən. Ola bilər ki, bu kimdəsə endokrinoloji müalicədir və s. Uzun sözün qısası, əziz xanımlar, yolunuzun individuallığını qəbul eləməklə başlayın. Bu halda proses daha dəyərli irəliləyəcək. Onda kağız qələmi çıxardım, başlayırıq. Ən birinci mərhələ məhz oyanmaqdır. Çünki biz oyanış da şey deyil, nə bilim, nəsə görmək və s. artıq həyatın dəyişmək, yox. Sadəcə bir problemin fərqinə varmaqdır. Ən birinci biz oyanmalıyıq ki, burada nə baş verir. Və bu oyanma mərhələsində nə olur? Siz nəyin, niyə, necə olduğunu tutursunuz. Bəzən xanımlar bu oyanma mərhələsində ilişib qalırlar. Sosial mediada çoxlu informasiya var. Sosial mediada çoxlu informasiya var və sən bu informasiyaların nəticəsində bilirsən ki, nəsə filan şey travmadandır, bəhmən şey davranışdandır, bəhmən şey belədir. Amma bu səni heç yerə aparmır. Hətta bəzən bunların sayı, dərəcəsi, ağırlığı artdıqca proses daha da çətinləşir. Çünki sən artıq heç nə hiss eləməməyə başlayırsan. Çünki sən artıq ilişməyə başlayırsan. Davamlı hər hissdə axtarırsan ki, bu hiss niyədir? Və ya sən axtarırsan ki, bu hardan gəlir? Amma hiss eləyə bilmirsən. Ona görə biz ən birinci oyanma mərhələsini sağ-salamat ötürməyi öyrənməliyik. Bunun üçün çox belə ürək rahatlığı ilə artıq biz uzun illərdir sizinlə birlikdəyik və məhz buna dayanaraq ürək rahatlığına deyirəm ki, oyanma mərhələnizdə sizin üçün çox faydalıdır mənim YouTube kanalım.
uzun müddətli iştirak eləmiş və növbəti periodları atlatmış dostlarınızdan da soruşsanız və ya onlar rəydə sizə dəstək olsalar, görəcəksiniz ki, həqiqətən ilkin oyanma mərhələsində bura çox işə yarayır. Mən çox tövsiyə edirəm, bax elə indi girib Tanrıça bölümünü izləyəsən, öz aramızdanı izləyəsən, həmçinin orada bir sərvət bölümü var, maliyyə məsələləri. Bax bunların tamamı. İlkin oyanma mərhələsində sənə lazım olan informasiyalar daha çox günahlandırma, ağrı və s. deyil də, faktiki niyə bu belə olur? Nələr məndə təkrarlanır bunlardır. Təkrarlanır demişkən, indi siz bu videonu nə vaxt görürsünüz bilmirəm. Hal-hazırda mən bu videonu 3 avqust çəkirəm və Tanrıçanın 3-cü günüdür, başlanğıc səviyyənin və bugün mən onlara az öncə döngülər və sərhədlərlə bağlı bir şeylər danışmışam. İndi orada ağlımda qalıb, onu da biraz bölüşmək istəyirəm sizlə. Xanımlar tez-tez mənə deyirlər ki, mən eyni döngüdə ilişmişəm, eyni şeylər baş verir. Və o bundan narahatdır və axtarır bir həll. Amma bir məsələ var, onunla paralel eyni döngüdə ilişmiş yüzlərlə xanım var. Amma sən fərqindəsən. Yes baby, fərqində olmağın bir mərhələnin tamamlanması deməkdir. Sən artıq tutmusan ki, burada elə bil ki, nəsə təkrarlanır. Mən ucu boğaza yığılmışam Fidan xanım. Mən istəmirəm bunu. Bax, bunun özü bir qərardır, bunun özü bir başarıdır. Siz artıq bir şeyi tutuzdurmusunuz. Artıq bir şey tamamlanıb ki, bax, mən burada problem görürəm və mən istəmirəm bu belə olsun. Right? İndi buna baxaq. Yaxşı, bu döngüləri biz necə həll eləyə bilərik? İndi döngülər üzərinə gedəcəm də, bugünkü dərsdə o da, siz də belə artıq nə zaman izləyirsinizsə, sizin üçün də bu spesifik bir dərs kimi olsun. Necə həll eləyə bilərik döngüləri? Ən birinci oyanmalıyıq. Biz tutmalıyıq ki, harda döngü var, nələr təkrarlanır, niyə təkrarlanır? For example, sən həmişə gedirsən, işləyirsən və sənin pulun tam ödənmir. Sənin haqqına girilir. Sən burada döngün nədir? 1. Özdəyər problemin var. 2. Özün öz haqqına girirsən. 3. Bəri başdan danışmağı bilmirsən. Tamam? Və ya başqa bir formaya baxaq. Veçni eyni oğlanları seçirsən. Bax, burada söhbət dəyişir. Burada niyə bu baş verir? Sənin zehnin üçün norma odur. Sənə lazım olan odur. Dərsini almamısan və alana qədər bunlar davam eləyəcək. Yep. Ona görə də biz məhz bu bölümdə diqqətli olmalıyıq ki, oyanma mərhələsi bizi daha fazla uçuruma aparmasın. Əksinə, burada oyatsın və biz prosesi görək. Niyə? Çünki biz bəzən oyanmış kimi eləyib başqa yerlərə gedirik. Məsələn, özümdən nümunə verəcəm. Mən böyük bir borc döngüsündən çıxmışam və həyatımın ən belə, necə deyim, ağır, çətin, məncə o sözlə ifadə olunacaq bir şey deyil. Yəni, qəlbimin içində dərin bir ağrı, başımın içində düşünə bilməyimi əngəlləyən hər şey. Və həmin dönəmlərdə mən çarə axtarırdım və birinin məni oyatmağına ehtiyacım vardı. Amma həmin dönəmlərdə mən çox səhv oyanışlar yaşadılırdı. Güya bunun səbəbi nəsə başqa şeydir, yox, Fidan, sən səhv güvənmisən, səhv hərəkət eləmisən, strategiyanı bilməmisən, müqaviləsiz iş görmüsən, imzasız, sənədsiz borc vermisən, sənə lazım olmadığı yerdə qəhrəmanlıq eləmisən və bütün bunlar sənə əcəb olub deyən biri olmamışdı. Başa düşürsünüz? Mənə hamı gəlib gic-gic izahlar verirdi. Yox, filan kəs o vaxt belə eləyib, ona görə belə olub. Yox, sənin ağzından filan söz çıxıb, yəqin ona görə belə olub. Mən onsuz da yaralıyam. Gəlib mənə gic-gic xatırladırsan ki, 6 yaşında filan söz demişdi, ona görə olmuşdu. Ya yetər, be adam, yetər. Nəysə. Ona görə də doğru oyanış çox vacibdir. Sizi silkələyən bir mentorunuz varsa, siz çox şanslısınız. Ola bilər ki, bu mənəm, ola bilər ki, bu başqa bir əziz kolleqamdır. Çox şanslısınız. Çünki şəfqətdən bəhs eləmirəm. Manipulativ yumuşaqlıq sizi başqa yollara apara bilər. Bir dəfə bir danışanım mənə dedi ki, bəs Fidan xanım, mənim bədənimdə nə bilim nə enerjisi çatmır. Qəribə də bir ismi vardı enerjinin. İşte həmin enerji qadın enerjisini dəstəkləyirmiş. Hani bu şeydə var ya, işte məsələn
dəmir üçün K2 içmək lazımdır. Dəmir tək başına olmur ya da məsələn işte C vitamini lazımdır sovrulma üçün və s. belə. Bunun da enerjisel variantını kimsə yaradıb ya da tapıb, I don't care. Bu bir ismli enerji var ki o olmayanda qadın enerji çalışmaları işləmir. Hə, yaxşı, bəs bu enerjini necə tapa bilərik? Xanımın özünün düzəltdiyi bir nəsə bir ürün. İndi belə net deməyim də, ağlınıza kimsə gəlməsin, boş verin buraları. Və təsəvvür eləyin, burada nə baş verib? Güya ki o yandırılıb, ehtiyacın budur, amma bu ehtiyacın ancaq məndədir. Davayı ödə, mən bunu sənə verim. Yox. Bu belə işləmir. Əgər sən oyanandan sonra, oyanma mərhələn, səni hərəkətə keçirmirsə, sən tərpənmirsənsə ki, ayda elə bil ki, nəsə problemlidir və mən nəsə eləməliyəm. Bax, gedim nəsə tapım yox. Mən nəsə eləməliyəm. Ayda mən nəsə eləməliyəm kimi. Ya da bəzən mənə şey yazırsa, bezdim da yenə durum nəsə eləyim, heç olmasa dəyişsin. Bax, bu ayda gəlmirsənsə səhv yoldasan. Səhv düz deyilən bir şey yoxdur. Həyat, okey, baby. Doğrudur. Sən də, bu da sənin mərhələndir. Sən də o yolu keçib axırda sənə lazım olana gələcəksən. Ola bilər ki, sənin də ayılmağın üçün bəzi fərqli oyanışlar keçirməyə lazımdır. Amma nəticə etibarilə mənim danışdığım söhbət budur. Tutduğun tema nədir? Mənim üçün bütün treninqlərimdə bu çox önəmlidir. Hətta məsələn, Tanrı Çə təlimində ilk 10 günlük bir hissə sırf oyanma mərhələsinə ayrılıb. Sırf mən izah eləyirəm, uzun-uzun və dərin suallar verirəm və detallı anlatıram. Və iştirakçılar bu bölümdə məhz aydınlanırlar. Bu bölümdə dərin texnika yoxdur. Hələ söhbəti tutur. Bu bölümdən sonra digər bölüm başlayacaq. Bilirsən niyə? Sən bir şeyə indi aydınlandın, axşam da onun texnikasını elədin. Bundansa arada biraz müddətin olmağı çox faydalıdır. Çünki beynin işləmə prinsipi şey deyil, belə atıramda belə nəsə tökdük, o fikirləşəndə özüm iyrəndim. Nəsə tökürük və tutulan kanalizasiya açıldı. Bu belə deyil. Yavaş-yavaş olacaq, dəyişəcək, dönüşəcək. Nəysə oyanma söhbətini tutdunuz. Bu video biraz uzun ola bilər. Bu videonun izlənmə ehtiyacı yoxdur. Amma ehtiyacı olanların önünə çıxması üçün dərin niyyətlərdə və diləklərdəyəm. Ümid edirəm ki, bura qədər gəlmisənsə, sənin üçün həqiqətən çox faydalıdır və biz davam edirik. Yaxşı, oyandıq və bundan sonra eləməmiz gerəkən mərhələ nədir? Burada gəlir şapalaq mərhələsi. Bu mərhələnin adı üzləşmədir. Niyə üzləşmə? Çünki atıramda işte sən bilirsən, sən bildin ki, bu zərərlidir. Tamam mı? Və bunu həyatından çıxara bilərsən, həyatına saxlaya bilərsən. Sən buna oyandın ki, bu sənin üçün zəhərlidir. Sorry, ancaq səni tapdım. Və üzləşmədə isə sən bununla bax belə qalırsan və ola bilər kimsə bir insandır, ola bilər hansısa bir duyğudur, ola bilər hansısa bir hadisədir keçmiş, fərqi yoxdur. Sən onunla üzləşirsən, 85 yerindən keçir və deyirsən ki, vəsiyo, sən mən üçün zərərlisən. Ona da başlarsan bunu özvədə. Fiziki olaraq bunu gedib həmin adama deməyə və ehtiyac yoxdur. Zehnində dönüşür. Okey, mən qəbul edirəm ki, tamam. Bu üzləşmə periodu şak deyə olmur. Ay Allah, nə qədər şey yığdım kameraya, hə? Bu üzləşmə periodu şak deyə alınan bir şey deyil. Ona görə bu mərhələdə mən sizin yanınızdayam və biz bu mərhələni bir yerdə yaşayırıq. Bu mərhələdə psixoloji çoxlu texnikalar var. Əgər məni izləyən psixoloq kolleqalarım var, onlar bunu daha yaxşı bilərlər. Və ya indi çox maraq var, insanlar psixologiya araşdırır. Ona görə bir çox insan bilir CBT-ni, kognitiv behavioral davranış terapiyasını, bir çox insan bilir artıq gestalt terapiyanın nə olduğunu, şema terapiyanın nə olduğunu. Bundan paralel, məsələn, xüsusi köçürmə texnikalar olur, bayaqki kimi də bunu o elan eləyib danışmaq və s. Çox xüsusi texnikalar, spesifik, konkret çalışmalar eləyirik və bu üzləşmə periodu ən lazımlı formada keçirilir. Bax, ən asan formada yox. Ya da ən çətin, ya da ən diqqət çəkən yox. Ən lazımlı formada. Və sən üzləşmə yaşamasan, sənin oyandığın bir konfetə yaramayacaq. Niyə? Çünki sən oyandın, tutaq ki, bilirsən ki,
münasibətlərində qarşı tərəfdən çox şey tələb etməyinin səbəbi tutaq ki, daxili dəyərsizliyindir. Oyandın da buna, bildin uca bunu. Amma yenə bir tetiklənmə olan kimi sən başlayırsan, sən olsa mənə heç nə eləmirsən, mən olsa səndən həmişə gözləyirdim, sən mənə eləmədin. Amma üzləşsən, onu özündə qəbul eləsən, onu qarşı tərəfə köçürməyə ehtiyac duymayacaqsan. Üzləşmə mərhələsindən sonra insan qərar verə bilir də ki, artıq mən bunu buna demək istəmirəm, düzəltmirsə ayrıla bilərəm. Bax, artıq bu üzləşmə mərhələsində başlayır həll üçün texnikalar. Bax, bir çox hallarda siz mənə deyirsiniz ki, mən getdim falan texnikanı elədim, alınmadı. Ay gözəlim, problem o texnikada deyil. Yəni, gedib başqasının mənə şikayətlənməyin yeri yoxdur. Problem oradadır ki, sən o texnikaya qədər olan mərhələni keçməmsən. Ola bilər ki, ekspert bunu təqdim eləməyib, ola bilər sən götürməmsən, fərq eləməz. O texnika bölümünə qədər sən oyanmağı, dərk eləməyi, bir sözünüz var, siz arada Telegramda yazırsınız, mənim çox xoşum gəlir. Çatdı hocam, tutdum hocam. Çox sevirəm o sözü. Bax, o çatmaq və tutmaq söhbəti, yəni dərk eləmək. O oyanmadakı dərkdən sonra, dərin bir üzləşmədən sonra texnikalar çox daha yaxşı işləyir. Artıq həll prosesi başlayır. Həll prosesi terapevtik texnikalarla olur. Həll prosesində uzman dəstəyi çox dəyərlidir. Çünki bəzən hansısa bir texnika sənin üçün zərərli ola bilər. Məsələn, bir dəfə belə bir mövzu olmuşdu. Bir xanım bizim treyningin çatına yazdı ki, hocam bu texnikanı mən 10 gün ard-arda eləsəm olarmı? Prosta texnikadan xoşu gəlib. Mən isə dedim ki, qətiyyən yox. Niyə? Bax, texnikanı eləmək olar. Amma mənim göndərdiyim versiyanın əvvəlində xüsusi nəfəs praktikası var, 6-7 dəqiqəlik. 10 gün onu eləsən ciyərinə yük düşər. O qədər overdose 10 gün eləmək olmaz. Çünki başın ağrıyacaq. Qan dolaşımının sürətini artıracaq və ola bilər ki, menstrual fazanda olsun. İndi orada qızlardan soruşuruq da onu. Menstrual fazanda olsun və bunu çox eləsən qan axman artsın. Bax, ona görə çox vacibdir. Prosesin arxa fonunu da bilməniz və arxa fonu bilən biri ilə işləməyiniz. Yoxsa biraz qarışıqlıq ola bilər. Yaxşı, bütün bunlar oldu. Biz oyandıq, üzləşdik və həll elədik. İndi nə gəlir? Yeni mən versiyası yox. Bax, problem buradadır ki, sən bu yeni mənə doğru qaçırsan. Bu belə deyil. Biraz daha yumuşaq geri çəkilirik. Və indi gəlir azadlıq bölümü. Həyati vacib məsələdir. Bir çox hallarda siz treyninglərdə, koçluq sessiyalarında, psixoloji terapiyalarda, nə bilim, başqa şeylərdə çox vaxt xərcləyirsiniz və orada yapışırsınız. Çünki azadlıq əlinizə almırsınız və ya verilmir. Necə? Sən artıq buranı çözdükdən sonra mən qərarları bölümün başlamalıdır. Sən mənə yapışıq ola bilməzsən. Həmişə şey deyirəm, mənim mentilərim arada mənə belə zarafatla mama şazat deyirlər və işte anne sevdasıdır, bu anne tərliyidir filan zarafatlarımız var. Və bu sadəcə bir sözdən ibarətdir. Çünki içəridə mən həmişə deyirəm ki, bu sizin mamalaşdırmamağınız, yəni o mama sən de mən eləyim olmamalıdır əsla. Mən biraz başqa cür mamayam. Nə olmalıdır? Azadlıq ipi səndə olmalıdır. Sən artıq üzləşdin, artıq çözdün, həll elədinsə, vəsyo, iplər səndədir və sən qərar verməlisən bu mərhələdə. Bax, bu azadlıq olandan sonra artıq mən tək başıma irəliləyə bilərəm. Disiplinlə, işte həvəslə, motivasiya ilə, bax, bunları götürəndən sonra yeni versiyaya keçə bilirik. Yaxşı, bəs yeni mən mərhələsində nə eləyirik, nə eləməliyik? Bu artıq individualdır. Bir çox hallarda biz fərdi seanslarla, fərdi konsultasiyalarla sizlə işləyəndə biz individual zaten bunu yazırıq. Nə vaxt ki, qrup treyninglərində oluruq, onda mən yenə sizə bir neçə taktiklər deyirəm, siz onları özünüzə uyğunlaşdırırsınız. Amma indi buradayıqsa, burada sizin üçün bir yeni mən yolu dəstəyi olmaq istəyirəm. Nə eləyəcəksiniz? Oturursunuz, bir siyahı yazırsınız. Nələr mənə yük olur? Bax,
Yeni məndə və o azadlıq bölümündə çox vacibdir bu mövzuya toxunmaq. Çünki bəzən uzun müddət şəxsi inkişafla məşğul olmuş bir xanımı birdən-birə biz görürük ki, bunun çoxlu yükü var. Ay bacı, bu nədir? Farkına vardım, travmalarımı dərt etdim hocam. Aa, nələr sənə yük olur, listə yazırsan. Və bu yüklərdən yavaş-yavaş necə arına bilərsən, buna başlayırsan. Evi birinci təmizləyirik. Sonra artıq necə yeni dizayn eləyə bilərsən, ona baxırıq. Yenə qayıdıram bədən misalıma. Əgər bir adam over yağlıdırsa, birinci kat rejimdə qidalanacaq, kalorini azaldacaq, defisit yaradacaq, yağı yandıracaq, sonra odaklanacaq əzələyə. Çünki onsuz da o qədər yağla onun halı çatmır ağır şeylər qaldırmağa və hərəkət eləməyə. Əlavə dərman qəbul edənləri nəzərə almırıq. Burada sadəcə biz real, təbii normadan bəhs edirik. Bu mənim çalışmalarım üçün də keçərlidir. Bu tibbi, fiziki və sair idmanla bağlı dediyim rəylər üçün də keçərlidir. Mən təbiətdə olmayan şeylərin vücuda enjektə olunmasına qarşıyam. Buna dolğudan, botoksdan tutmuş, daxilə qəbul olunan hər şey daxildir. Mən həmişə deyirəm ki, lazım olsaydı Allah onu verərdi. Allah verənləri yarıdın, sonra digərlərinə keçərsiniz. Bu mənim şəxsi fikrimdir, müzakirəyə də açıq deyil. Bay. Və bu yeni mən periodunda artıq siz yükləri bitirdikdən sonra inşa bölümünə başlayacaqsınız. Ola bilər ki, məsələn, sizin yeni mən versiyanız İtaliyada dincəlir. Bunun üçün siz istəyirsiniz İtalyan dili öyrənmək. Məsələn, prosta atıram. Və siz heç cür otura bilmirsiniz o kompüterin qabağında ki, hətta o ödənişsiz olan, bax, qarşılıq normalda insanların zehnində əngəl nədir? Vaxtım yoxdur, pulum yoxdur, maraqlı əngəllərdir də. Düşün ki, bunlar yoxdur və ödənişsiz bir treyningdir YouTube'da, sən ona baxacaqsan, 5 dənə videodur İtalyan dilindən bağlı və eləyə bilmirsən. Heç cür o masaya otura bilmirsən. Bax, burada mütləq qayıdırıq mənim yüklərim siyahısına. Çünki səni zehnində nəsə məşğul tutur deyə orada otura bilmirsən. İstədiyin hər şeyi eləyə biləcək kapasiten var. Mən bu sözü çox sevirəm. Deyir ki, əgər Allah bir şey sizə verməyəcəksə, onu istətməni də vermir. Yəni, onu diləməyi də sizə vermir. Sən bir şey istəyirsənsə, onu eləyə bilərsən. Amma eləməni əngəlləyən şeylər zehnindədir, qalbində deyil, yolunda deyil, tamam mı? Zehnindəki bu əngəlləri yavaş-yavaş çözmək üçün görmən lazımdır. Özümdən nümunə verəcəm. 1000 il bundan əvvəl beynimdə belə bir düşüncə var idi və bu düşüncə uşaqlıqdan başımın içində fırlanırdı ki, valideynlərim əkmişdi bu düşüncəni ki, əgər bir imtahanı keçmək istəyirsənsə, bir yaxşı qiymət almaq istəyirsənsə, dayanmadan onun üstünə oturub oxumalısan. Və bu mənim üçün mazqadiyorluq sayılırdı. Çünki mən bir şeyi çox oxuyanda yadımdan çıxır. Yəni, məsələn, anamın bir şeiri əzbərlətmə metodu var idi. Nə bilim, təkrarlamadan bir 50 dəfə oxu. Bu normal uşaqlarda işləyir. Amma mən o 50 dəfə oxuyanda bezirəm. Mən onsuz da 3 dəfə oxuyanda əzbərləyə bilirəm də. Mən şeyləri mahnı ilə əzbərləyirdim. Məsələn. Bax, bu bölüm çox önəmlidir. İndividuallığını qəbul eləmək. Ola bilər ki, sənin üçün İtalyan dilini İtalyan reelslərindən və İtalyan filmlərindən öyrənmək yaxşıdır. Bir yakışıklının dilindən eşidəndə daha rahat qavrayırsan, maybe. Ola bilər ki, bir müddət alt yazı ilə test eləyəsən. Bax, bu dil treyningi deyil ha, mənim danışdığım. Deyirəm ki, zehninə uyğunlaşdırmaq üçün eləməlisən. Və ya məsələn, nümunə götürək qidalanmanı. İndi Instagramda mən yeni belə fit işte yeməklərimdir, yoxsa isminiz belə bir highlights var. Ora artıq yemək, spesifik yeməklər hazırlayanda atıram ora, story atıram, ekləyirəm ora. Bu sizin üçündür. Niyə? Çünki çox qəşəng geri dönüşlər yazırsınız. Hətta bəzən deyirsiniz ki, ay da fidan xanım, mən heç inanmırdım ki, gündə məsələn 70-80 qram proteini ala bilərəm də. Mən deyirdim ancaq dərman. Baxıram ki, sizin yazdığınız menyuda bir öğün də var da bu. Məsələn, mən necə olur belə qida alına bilirəm? Çünki mən yemək yeməkdən ötürü ürəyi gedən adamam. Mən də həmişə padruqalarıma deyirəm ki, mənə vaxtım yoxdur, deyirəm dadlı yemək var, deyirəm location at. Qəşəng yeməklərlə məni hər cür yoldan çıxartmaq olar. Və təsəvvür eləyin, belə bir adam neynəməlidir? Uyğunlaşmalıdır. İndi hamısını yesə partlayacaq.
ya da əzələsi gedəcək də, əzələ etkisi yaşamaq yəni lazım deyil. Və dönəm keçdikcə, məsələn 40 yaşdan, 50 yaşdan sonra daha çox biz hiss eləyəcəyik bu əzələ itkilərimizi. Ona görə nə edirəm? Protein ağırlıqlı qidalanıram. Evdə olanda, tək olanda eniştenizlə biraz mədəsizliyə vururuq arada, buran keçin. Və avtomatik mənim həmişə evimdə, xaladelnikimdə ya işte protein yoğurtlar var, ya hazırladığım özümün kəsmikli şirniyyatlarım var ki, mən günlük protein dozumu alım. Bu zehnə uyğunlaşdırmaqdır. Mənim zehnim rahat qidalanmaqdan, daha doğrusu sağlıqlı qidalanmaqdan qorxmur. Çünki mən onu öyrəşdirmişəm. Bir narahat olma. 2 dənə biskvit də atacaqsın, ağzına çıxacaqsan. Amma dayoje belə taxta qablar, xüsusi şeylər, belə dəmir konteynerlər və yaxud da konkret üzvlük. Mən bir müddət onu yoxlamışdım sağlam qidada. Üzv olursan harasa və yemək çatdırırlar. Tıncıxırdım. Sən kimsin benim nə yediyimə qərar verəcəksin? Bezdim. Amma mənim bir rəfiqəm var, uzun illərdir elə qidalanır. Çox razıdır. Deyir ki, Fidan, heç axotum yoxdur. Ayda 500 manatımı verirəm. Aylıq paketim gəlir, rahat yeyirəm. Hər saatda üstündə yazılır. Heç deyir, başım yorulmur. Maşında da deyir, qalır, gedirəm, götürürəm. Ay bacı, mən ayda 500 manatla neçə dənəsini verirəm, o özüm hazırlamaq üçün arada bəzlərdə yanır, xarab olur filan, onlar da çıxar. Və mən əsas iç rahatlığım odur ki, keyfim istəyəndə özüm qərar verə bilirəm. Məsələn, bugün sizdə də storydə atmışdım, belə kəsmikli bir çörək yemişəm və içində işte toyuq filəsindən kotlet və s. Kalorisi yüksəkdir, 700 kaloriyə yaxın bir şeydir, 500-700 gibi. Amma 90 qram protein. Yəni mən bugün şəllənəcəm. İndi buradayam. Me time vaxtımdır. Birazdan eniştəniz çıxacaq. Mənə hara aparsa belə tıpış-tıpış gedəcəm. Nə də varsa yeyəcəm. Umurumda deyil. Çünki mən günün lazım olan bölümünü almışam. Tutabilirsiniz nə deyirəm? Qızlar, burada söhbət yemək deyil. İndi yeməklə bağlı bilgi istəyirsinizsə onu da alın arada, amma izah etmək istədiyim şeyi tutabilirsiniz. Hə, iplər sənin əlindədir. Hara istəyirsən dart. Amma əllərinə bax. Gör ipləri görürsən, görmürsənsə oyan. Çünki həyatının bütün ipləri sənin əlindədir. Yaxşı? Özünə çox yaxşı bax. Mən gedirəm. Ümid edirəm ki, bu video sənin üçün faydalı oldu. Biraz uzun danışdım. YouTube'da uzun danışmağı çox sevirəm. Arada istəyirəm ki, bu vaxtı bir neçə saat olsun. Hətta bəzən düşünürəm ki, elə kameranı qoşum, bütün gün çəkim, elə yolda da danışıqlarımı da dinləyəsiniz. Bir gün axotum olsa onu da eləyəcəm. Mənim üçün burada heç biriniz rəqəmdən ibarət deyilsiniz. Mənim maraqlı deyil bu video neçə nəfər tərəfindən izlənəcək. Mənim üçün çox dəyərlidir, neçə nəfərə toxunur və çox sevinirəm siz rəy yazanda. Yəni YouTube dəstək, nə bilim, işte keşfət zad, bunlara hələ gəlib çatmamışıq. Çünki şeydi, orada optimizasiyada nə bilim nədəsə sorun var, az adamın qabağına çıxır və s. Orada məsələmiz deyil. Amma gerçəkdən komentarlarınızı görəndə çox sevinirəm. Mənə şəxsi yazdıqlarınız da çox dəyərlidir. Ümumiyyətlə fikirləriniz, faydalı fikirləriniz çox dəyərlidir. Sizi çox sevirəm. Özünüzə çox yaxşı baxın. Mən gedirəm. İndi biraz kofemi içərək dünyanı izləyəcəm. Sonra təkrar yenə sizdən görüşəcəyik. Eləlik. Görüşənə də.